Bilirsiniz, bu dörd şərtləri biz fikir versək, görəcəyik ki, e, belə deyək, çox səslənməyən, amma əsas şərt ondan ibarətdir ki, İranda rejim dəyişiklikləri baş verməlidir. Yəni ssenari ki, tam dəyişsin və kimsə ayrı bir belə deyək, siyasi qüvvə İranı idarə eləsin. Hesab edirəm ki, bu biraz reallıqdan uzaq olan bir ssenariyadır ki, təbliğatı şəkildə istifadə olunur. Əsas ssenariya və əsas şərt onunla bağlıdır ki, İranda dəyişikliklər baş verməlidir. Yəni əsas bu dəyişikliklər onunla bağlı olmalıdır ki, bildiyiniz kimi İranda həm mədəni, həm də teokratik, belə deyək, yəni sivil ya da teokratik bir idarə etmə strukturları var. Və onlar demək olar ki, paralel həyata keçirilirlər və teokratik strukturları və onun başçısı seçilməyən İranın dini rəhbəridir və ona məxsus qurumlar demək olar ki, həm nəzarət, həm də idarə etmə funksiyaların dövlətdə olan funksiyaları öz üzərinə götürürlər, mənimsəyiblər onları. Təxminən bu vəziyyət Sovet İttifaqına oxşuyur. Yadımıza gəlir ki, hər rayonda bir dənə isparkomla yanaşı raykom da var idi və reallıqda raykom idarə edir. Onlarda da təxminən raykom yox, dini rəhbərin nümayəndələri deməli real şəkildə o dövləti idarə edən icra strukturlarına təsir edirlər. Və Amerika Birləşmiş Ştatların və Qərb koalisiyanın tələbi odur ki, buna son qoyulsun və struktur dəyişsin. Necə ki, Sovet vaxtında perestroika başlayandan sonra, yadımıza gəlirsə, bilmirəm, amma o vaxtları Komünist Partiyasının rolu xüsusilə konstitusiyasında təsbit olunmuşdur, birinci bənddə ki, Komünist Partiyası hər şeyi idarə edir və əsas rola malikdir. İndi İranda da buna bənzər proseslər gözlənilir və teokratik rejiminin strukturları aradan götürüləndən sonra İranın digər məsələlərə aid siyasəti də dəyişməsi qaçılmaz olacaqdır. Həm nüvə proqramına, həm raket istehsalı proqramına, həm də xaricdə olan proksi qüvvələrin dəstəyinə və s. son qoyulacaqdır. Ona görə əsas söhbət bununla bağlıdır.